Qadınların kişilərə verdiyi tövsiyələr hər zaman düzdür və düz çıxır. Niyə? Çünki kişinin məntiqini qadının o hissləri tamamlayır. Gün hər kəsin evdə rahatlıqla eləyə biləcəyi, şuur altına enib, özünü dəyişdirə biləcəyi, kodları tapa biləcəyi mini seanslar keçirəcəyik. Bu aytənə yaxınlaş. O 5 il sonrakı səndir, unutma. Ona de ki, məndə nə eksikdir ki, onu tamamlasam, mən sən ola bilərəm. Mən heç bilməzdim ki, məndə kök inanc ora gedər, dayanar. Gördünüz, kök inancı tapdıq. Yəni tamam başqa bir şey. Görünən başqadır, kökdəki səbəb tamam başqadır. Spiritual sahədə belə bir söz var. Deyir, hər şey göründüyü kimi deyildir. Siz də öz beyninizdə bu inancı tapacaqsınız. Hər şey yaxşıdır, amma bu belə deyil. Elə Hər deyil, dönəmdə bir dərs var. bir dərs var. Yüz Hər var. dönəmə uyğun dərslərin ayrı-ayrı gəlir sənin. Çox danışan və ya bilgili danışan dahi deyil. Ən doğru sualı verən dahidir. Murad Quluzadə 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetində təhsil alıb. Təhsil aldığı müddətdə Almaniyanın Berlin və Hamburq universitetlərində praktikalarda olub. Əlavə olaraq İsveçrənin Cenevra təhsil mərkəzində praktik kurslardan keçmişdir. Murad Quluzadə gənc yaşlarında fəlsəfə, din, psixologiya sahəsində araşdırmalar aparmış və bir neçə dövlət mükafatının sahibidir. Hazırda psixoloji seanslar və təlimlər keçərək insanlara dəstək olur. Bir çox rayon və şəhərdə seminar və təlimlər keçirir. Dövlət sahəsində çalışır, subaydır. Murad bəy, xoş gördük. Xoş gördük Aytan xanım. Hər birinizi salamlayıram. Salamlayıram biz də izləyicilərimizi. İzləyicilərimiz bizə çox yazırlar. Biz danışırıq seanslardan, biz danışırıq praktikalardan. Hətta biz keçən verilişimizdə də danışdıq seansları. Dedik ki, bu fərdi işlənilir zaten. Bu mentorla işlənməlidir. Amma danışdıq ki, elələri var ki, biz onları evdə də verə bilərik. Özləri bir-birlərinə seans eləyə bilərlər. Açıq. Bəli. Yəni doğrusunu desəm, istər öz səhifəmizdə, istər Sağlam Həyatın səhifəsində yorumlara baxıram. İstədik ki, bu videonu daha çox insanlar evdə özlərinə praktik seanslar, məşqlər edə bilsinlər deyə ortaya çıxaraq. Ona görə bu gün hər kəsin evdə rahatlıqla eləyə biləcəyi, şuur altına enib, özünü dəyişdirə biləcəyi, kodları tapa biləcəyi mini seanslar keçirəcəyik birlikdə. Aha. Mən belə başa düşdüm ki, mən bu gün Bəli, hədəf təcrübə taxtamız. doşalıyam. Təcrübə sizin üzərinizdə Tamam, olacaq. olsun. Başlayaq onda. Necə istəyirsiniz? Bu gün hansı mövzular üzrə həmin o seansları öyrənirik? İstədiyiniz mövzunu seçə bilərsiniz. Pul, münasibət, karyera, evlilik və s. gələcəklə bağlı bir plan və ya özündə olan hər hansı neqativ bir nüans nə varsa seçin. O üzrə aparaq. 4-5 dənə belə mini seanslar olacaq bu gün burada. Gəlin onda karyera deyim. Karyera deyək. Aha, karyera. Yaxşı. Çox gözəl. Və izləyənlər də eyni qaydada bu seansı öz üzərində icra etməlidir. Yaxşımı? Onda belə bir şey deyim də Murad bəy, siz hər gedişatda açıqlama verəcəksiniz. İzah verəcəm, detallı izah edəcəm maksimum. Tamam. İlk öncə gözünüzü yumursunuz. Aha. Dərin bir nəfəs alın, verin 3-4 dəfə. Möhtəşəmsiz. İndi tam rahat ol. İndi düşün. 5 il sonrakı Aytən necədir? Vücudu, duruşu, şəkli, görünüşü. Və 5 il sonrakı Aytəni o karyeranı qurmuş və istədiyinə nail olmuş uğurlu haldakı Aytəni gör. Bax gör onu görə bilirsən, xəyalən. Təsəvvür edə bilirsən. Tamam. Bu Aytənin görünüşü necədir? Necə durub? Şux durub, əyri durub? Qaməti düzdür. Düzdür. Enerjikdir, Enerjikdir. rahatdır. Saçları uzundur. Vücudu istədiyi formadadır. Yəni xoşbəxt. Möhtəşəm. Bu Aytənə yaxınlaş. O 5 il sonrakı səndir, unutma. Aha. Ona de ki, məndə nə eksikdir ki, onu tamamlasam, mən sən ola bilərəm. Hansı qərarı almalıyam? Bir qərar deyəcək sənə. Onu mənə de. İnam. 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 Bir dənə inam. Bəli. Tamamdır. İndi Aytən xanım, o Aytənə çatmaq üçün hal-hazırda nəyə inanmağınız lazımdır? O nə inamdır ki, hal-hazırda yoxdur? O qərarı verdiyin anda
başlayacaq yeni bir gələcək sizin üçün. O inamı demək istəyirsiniz burada ya yox? Yox, Amma bildiniz nədir? bildim. Əla. Gözlərimi aça bilərəm. Bəli. Aha. İndi bu seansda nəyi öyrənirik? İzləyicilər də eyni qaydada gözünü yumur, nəfəs alır, verir, özünün 5 il sonrakı halını düşünür. Misal, əgər evlilik istəyirsə, o üzrə də eləyə bilər. 5 il sonra evlidir və evli halda sual verir ki, məndə nə eksikdir ki, sən olum? Misal, deyəcək disiplin, iradə, hər şeyi böyütməmək. Bir söz deyəcək. O söz hal-hazırda əksik olan sözdür. Tamam. Sizdə nə çıxdı? İnam. Yəni o şeyin olmasına olan inam. Yaxşı. İndi ikinci seansa keçirik. Gözlərinizi yumursunuz. Tamam. Dərin bir nəfəs alın, verin. Bizim həyatdakı ən böyük düşmənimiz, blokajlarımız və işlərimizin alınmasına əngəl olacaq nüans bizim bağışlamadığımız adamlardır və ya incilik, qırğınlıq, öfkə və ya peşmanlıq daşıyacağımız adamlardır. Aytən xanım, hal-hazırda öz beyninizdə də tuta bilərsiniz bunu. Çünki siz ictimai yerdəsiniz. Kimə qarşı qırğınlıq, incilik, öfkə var? Zehninizdə tutun o adamı. Tutdum. Tutdunuz. Möhtəşəm. İndi bu insan sizə hansı hissi yaşadır? Misal, sizi incidirmi, dəyərsizmi hiss elətdirir, lazımsızmı hiss elətdirir? Boşmu olursan? Öhdəliklərini üzərimə yıxır. Aha. Yəni yük altında qalır. Bəli, yük altında qalır. Tamam. Burada tapdıq ha bu inanc. Hal-hazırda bir nəfərdən incimisən, səbəb öhdəliyi üzərinə atır sənin. Yəni yük altında qalırsan. Bəli. İndi sual veririk. Bu hissi ilk dəfə harda yaşamışdın? Yük altında qalma hissini deməyə də bilərsən, çünki bu seansdır. Bu hissi İlk dəfə uşaqlığa get, balaca Aytənin yanına. Rahatla, qorxma, səbirli, təmkinli halda yaxınlaş o balaca Aytənə. Bax gör balaca Aytənə kim yüklüyürdü hər şeyi. Əslində mən çox kiçik yaşlarından çalışmışam. Deyə bilərəm ki, 16 yaşından mən çalışmışam. Bu hissi bir növ atamda görmüşəm Yaxşı. əslində. Daha çox ata yükü üzərinizə qoyurdu ki, sən elə, sən beləsən, sən ağıllısan, sən bacararsan kimi. Yəni əslində atam mənim həyatımın xilaskarıdır. Öz həyatımın xilaskarıdır. Amma elə hissələr var ki, o məsuliyyəti öz üzərinə götürməmişdi. Yaxşı. Ailəsindən bağlı məsuliyyət. Demək, hal-hazırda yaşadığın döngü var ha. Nədir bu döngü? Yükü üzərimə salırlar. Yəni artıq yük qaldırırsan da, məsuliyyəti üzərinə atırlar. Eyni. Bu döngü əslində uşaqlıqdan gələn bir döngüdür. Yəni indiki adam bunu eləməsə də ayrı bir eləyəcəkdi. Çünki bu artıq şuur altında bir koddur. Bir döngü alına gəlib. Bu döngü bax adlanır kök inanc. Hər zaman məsuliyyət üzərimə yüklənir. Bu iş yerində də elədir, bu elə universitetdə də belə idi, bu evlilikdə də belə olur, bu dostunla da belə olur. Hər zaman bir məsuliyyət ən azı artığı sənə yüklənir. Tamam. İndi tapdıq ki, budur kök inanc. İndi bunu necə düzəldək? Bunun seansını eləyirik. İndi yaxınlaşırsan o balaca Aytənin yanına. Tamam. Xəyali olaraq. Zaten onu görmüsən də xəyal eləmək Bəli, asandır, öz uşaqlığındır. Və denə. De ki, Aytən, bu qədər yük almağa ehtiyac yoxdur. Aytən, bu qədər yük almağa ehtiyac yoxdur. Sən sərbəstsən, Sən sərbəstsən, sən azadsan, sən azadsan. həyatı balansla yaşamağı öyrənməlisən. Həyatı balanslı yaşamağı öyrənməlisən. İndi təsəvvür et ki, o Aytən orada ona aid olmayan, özünə aid olmayan yükləri buraxır. Onu təsəvvür et. O balaca qız. Bax gör indi o balaca Aytən nə hiss eləyir orada? Yüngüllük. Möhtəşəm. İndi gəlirik indiki ana. Hal-hazırda qırğın incin olduğun adam var idi. Tamam mı? Bax gör ona qarşı qırğınlıq, incilik qaldı mı? Əslində qalıb, sadəcə onları demək istəmirəm. O da ayrı mövzulardır. O başqa mövzular. Amma bu üzrə qalmadı yük Amma atma. bu üzrə Başa düşdün ki, bu niyə var?
Başa düşdüm. Aha, bu döngünü qırmaq üçün, yəni insanlar sənə yük verməsin, məsuliyyəti üzərinə atmasınlar deyə o uşaqlıqdakı aytəndə bu düzəlməlidir. Bunun üçün yenə bir seans apara bilərsən. Aparaq? Aparaq. Daha dərin. İndi düşün Aytən xanım. Əgər məsuliyyət insanların məsuliyyətini üzərinə almasan, ən pis, ən kötü nə ola bilər? Yox, bu əslində insanların məsuliyyəti deyildi. Bu misal üçün atamda ailənin məsuliyyəti idi. Atam verilərlə olanla qane olmaq istəmirdim deyənə. Əlavə nələrsə etmək istəyirdim. Onlar isə onu mənə verə bilmirdilər. Tamamdır. Orada keçirdiyin hissin və duyğunun adı nə idi? Əslində çox tez böyümək istəyirdim Və və görərsiniz də ya mən belə eləməyəcəm deyirdi. tamam. Bəs dediklərini elədinmi? İndi çox xoşbəxtəm böyük olduğum üçün, öz qərarlarımı özüm verdiyim üçün və istədiklərimi bu gün hür iradəmlə gedib bir istədiyim yerdə kofemi içirəmsə mən çox xoşbəxtəm. Əla. İndi özünə aid olmayan və ya daha çox məsuliyyətin sənə yüklənməsi inancını buraxmalıyıq. Tamam? Razısan? Tamam. İndi düşün. Əgər bu üzərinə düşən öhdəlikdən artığını alırsan axı, o artıq olanı buraxsan, ən pis nə olar? Nə qorxudar səni? Bacarmazlarmı? Ağlıma ilk nə gəlsə onu de. Onlar bacarmayacaq. Məncə onlar bacarmayacaq və onlar olana qane olacaqlar. Onlar olana qane olsalar nə olar? Onlar olana qane olsalar, axı onlar mənim yanımdadılar. Mən də onlar kimi olacağam. Onlarla bərabər sən də batarsan bu Bəli. gəmidə. Sən də batsan nə olar? Bu gəmidə sən də batdın olarmı? Məhv olacağam axı onda mənim Məhv olmaq. Günəş. Məhv olmaq nə deməkdir mənim sənin üçün? günəşim qəlbimdəki işığım sönər. Bu necə bir hissdir? Necə bir duyğudur? Axı yaşamaq hər gün böyük bir şansdır. Tamam. O neqativ duyğuya bir ad ver. Batmaq. Gəmi ilə bir yerdə sən də batdın. Buna bir ad ver. Boşluqdumu, Geri dəyirsizlikdimi? İnkişafdan qalmaq. İnkişafdan qalmaq. İnkişafdan qalsan ən pisi nə olar? Ancaq bu ən pisi nə olar suallarına verə-verə davam edirsiniz. Yaxşımı? Ən pisi nə olar? Ən pisi Aha. çox maddi durumda çox sıxılarıq. Çox necə deyim? Çox sıxılarıq, çox istədiklərimizi etmərik, edə bilmərik. Ən sonda hansı hissi keçirərsən? Ən sonda əlim qolum bağlı evdə qala bilərəm. Daha sonra Demək istəmirəm. amma bildin də nə deyirəm. Bildim, Tamam. bildim. Siz də öz beyninizdə bu inancı tapacaqsınız. Ən pis nə olar sualını axıra qədər veririk. Qorxu nə idi? Məsuliyyəti üzərimə alıram. Bu bir inancdır. Özünə sual versin. Mən məsuliyyəti üzərimə almasam, hamının məsuliyyətini üzərimə almasam, ən pis nə olar? Davam elədik, ən sonda bir inanc ortaya çıxır. Misal çarəsiz qalaram və ya misal dəyərsiz olaram, lazımsız olaram kimi. İndi bu inancdan qurtulmaq lazımdır. Bu inancdan qurtulmaq üçün nə edirik? Zehninizdə var ha inanc demədiyiniz. Bəli. Bu inancdan de ki, mən bu inancı ləğv etməyi niyyət edirəm. İlahi, mən bu inancı ləğv etməyi niyyət edirəm. Bu inancın yerinə Bu inancın yerinə rahatlıq, rahatlıq, balans, ilahi sevgi ilahi sevgi və huzur enerjisinin və huzur enerjisinin həyatımda olmasını niyyət edirəm. həyatımda olmasını niyyət edirəm. Təşəkkür edirəm. Oldu. Təşəkkür edirəm. Oldu. Möhtəşəmsiniz. İndi gözlərinizi açın. Bu necə bir proses idi? Demək, biz hal-hazırda qırğın və ya incik olduğun bir şəxsi tapdıq. Bəli. Onun sənə yaşatdığı hissi tapdıq. Bəli. Əlavə məsuliyyət yükləmək. Sonra buradan pillə-pillə yendi yaşağı. İlk dəfə bunu kim sənə yükləyib? Misal atam. Nə olmuşdu? Hadisəni öyrəndik ki, üzərində yük hiss eləyirmişsən. İndi biz gərək bitirək axı bunu, bu döngünü. Sən də məsuliyyət almı, Muradın məsuliyyətini almayasan.
Tamam. Bil. Muradın məsuliyyətini almamaq üçün sual verdik. Dedik ki, insanların öhdəliyinə düşən məsuliyyəti almasan, ən pis nə olar? Davam elədik və bir inanc tapdıq. Sonra da onu dəyişdirdik. Niyyət elədik yaradana və dəyişdi. Doğru. Tamam. Əslində misal üçün mən heç bilməzdim ki, məndə kök inanc ora gedər Gördünüz, dayanar. kök inancı tapdıq. Yəni tamam başqa bir şey. Görünən başqadır, kökdəki səbəb tamam başqadır. Spiritual sahədə belə bir söz var. Deyir, hər şey göründüyü kimi deyildir. Misal, biz insanlarla söhbət edirik və ya bir dostumla, bir qohumumla söhbət edirəm. Deyir ki, mən pul qazanmaq istəyirəm və ya biri deyir, ev almaq istəyirəm. İlk başda onların niyyəti sizə rahat gəlir də. Deyirsən bəlkə düzü deyir, amma elə deyil. Əslində o ev almaq istəyirəm, sual versəm ki, əgər ev alsan, ən kötü ən pis nə olar? Borca düşərəm, kreditə düşərəm, faiz gəlir üstünə verənmərəm, çarəsiz qalaram, dəyərsiz olaram, ölərəm. Sizcə bu blokajlar olan biri ev ala bilər? Çətin. Və ya digərinə, çox pulun olsa nə olar? Başlayar ki, aşırı diqqət mərkəzində olaram və ya idarə eləyə bilmərəm. Gözə nəzərə gələrəm. O olar, bu olar, gedir. Axırda lazımsız olaram. Şuuraltı pul bərabərdir lazımsız olmaq inancını götürür. Ən sondakı inanc lazımdır bizə. O blokajdır. Bu insan üçün pul bərabərdir lazımsız olmaq. O ən pis nə olar sualını verdi ya. Artıq bu iki inanc varsa ona çox pul gəlməz. Çünki zehnində pulla bağlı blokaj var. Bir blokajın olub olmadığını test etmək üçün özümüzə verəcəyimiz sual budur. Ən pis nə ola bilər? Niyə bu sualı veririk? Tutalım ki, biz açıq bir sahədə video çəksək, növbəti verilişi orada aparsaq, ən pis nə olar Aytən xanım? Ən pis vaxtımız çox gedə bilər. Vaxt çox getsə nə olar ən pis? Vaxtımız çox getsə gecikərib belə deyim. Sonra nə olar ən pis? Məncə orada pis bir şey olmayacaq. Gecikdin, vaxt çox getdi, sonra nə olar? Sonra nə ola bilər? İstəsəz gözü bağlı düşünün. Onda birbaşa teta dalğasına Deyim düşürsünüz. də sizə. Məsələn, açıq havada çəkiliş elədik. Aha, Ən vaxt pis nə ola itirdin, bilər? Vaxtımızı gecikdin. itirdik, gecikdik. Heç də bir gün evə geç çatarıq. Sonra nə hiss eləyirsən orada ən pis? Günahlandırma. Günahlandırma hə, çünki biraz Aha. tez eləsəydi, tez gələrdi. Evdə daha çox vaxt keçirdərdik. İndi gözünüzü açın. Açıq bir sahədə video çəkmək bərabərdir özümü günahlandırmaq. Sizcə bu kod ola açıq sahədə video çəkmək olar? Çəkməmişik neçə illərdə əslində. Çünki eləsən belə əziyyətlə olacaq. Çünki şuuraltı ona inanır. İndi nəyə inandırmalısan? Açıq sahədə veriliş aparmaq bərabərdir rahatlıq, hüzur, təbiət, gözəllik. Bu inanclar olsa şuuraltı anında ona çevirər verilişi. Hüseyn bəy, Fuad bəy, buradan səslənirəm sizə. Əslində bu bilmirəm, mən özüm deyir bir şey deyiləm, amma sizə verdiyim bilgi həqiqətən qızıl qiymətindədir. Bu ən son texnikadır, ən müasir texnikadır. Bir problemim var, özünə sual ver. Mən bunu etsəm, ən pis nə olar? Ged axıra, görəcəksən ki, bir qorxu var. O qorxu varsa, o iş alınmayacaq. Çünki blokaj var. O blokaj dəyişilməlidir ki, artıq sən rahatlıqla o işi icra eləyə biləsən. iyun tarixində Sağlam Həyat kollektivi ilə birgə təlimimiz olacaqdır. Bu təlimdə mən Murad Quluzadə iştirak edəcəm. Təlimdə manipulyasiya mövzusundan çıxış edəcəm. Əgər siz də bu möhtəşəm təlimə qoşulmaq istəyirsinizsə, aşağıdakı nömrələrlə əlaqə saxlayın və tələsin. Çünki yerlər məhduddur. Mən razıyam, amma ki, baxın, adi bir primitiv bir deyim də, mən misal, bir rəfiqəm var, deməli, hə qabağa getmək istəyir, hə iş görür, qaçır. Yəni də çalışır ki, həyatında nə isə düzəltsin. Bunun üçün can atır. İşi görür, amma anasının sözü qulağında bir kaman kimi belə deyində inləyir. Onsuz da bizdən bir şey eləyən olmayıbdı. Sən də eləyəməyəsən. Belə bu blokajda niyə? Bu insana özünə sual verməlidir. Mən bu işi axıra qədər görsəm, axıra qədər apara bilsəm, ən pis nə olar? Misal, biz indi seanslarda daha dərinə yenirik. Çünki seanslar hardasa 45-50 dəqiqə, 1 saat çəkir də. Bütün o kök inancları düzəldirik bir insandakı rahatlıqla hər işi alınsın. Amma özü-özünə eləyən istəmək
istəyirsə, yəni öz-özünə seans etmək istəyirsə, o zaman bu sualları verərək ən pis nə olar? Gedib o blokajı tapa bilər. Sonra onu dəyişə də bilər. Və ya birinci seansda elədi ya, misal 15 il sonrakı Aytənə çatmağın üçün nə lazımdır? İnam. O inam hissini yaratmaq üçün özünə sual verirsən. Mən əgər bu işə inansam, ən pisi nə olar? Zaman itirərəm, ən pis ehtimalda. Boşuna maliyyə itirərəm və s. də nə bilim. Övladıma zaman ayıranmaram, ora verərəm enerjimi. Belə ən sonunda özümü günahkar görərəm, vicdan əzabı çəkərəm və boş hiss eləyərəm özümü. Ən pis ehtimalda da iş batdı. Bu boşluq və dəyərsizlik hissini Aytən harda yaşamışdı? Uşaqlıqda, nümunə gətirirəm də. Oradakı anı düzəldirsən, bu iş də düzəlir. Rahatlıqla o işin alınır. Mən hazırda belə deyim ki, belə qaldım, süs qaldım belə deyim. Çünki mən beynimdəkinin yeni bir şey olduğunu düşünürdüm. Misal beynimdə narazı olduğum hissənin, hazırda götürdüyüm məsuliyyətin. Misal mən bunu daha başqa cür necəsə həll etməyə çalışıram. Bu yeni bir şey deyil. Bu elə balaca Aytənin neçə illərdir elədiyi bir prosesdir. Amma indi siz mənə onu dediniz, mən gördüm. Çünki keçdi uşaqlığım gözümün qabağından. Ne üçün 16 yaşında işləməyə ehtiyac duyasan ki? Bəli, demirəm, ailə vəziyyəti çox da pis idi, xeyr, normal idi. Yəni bir neçəsindən pis idisə, bir neçəsindən də çox da yaxşı idi. Amma oradakı o hissim yaxşı, o necə ola bilər ki, o gəlsin və indi hazırda mənim 37 yaşım var və bu məni indi də tapsın və bu məni indi də beynimi onunla məşğul eləsin. Çünki bu bir döngüdür. Yəni biz bunu düzəltməyənə qədər davam eləyəcəkdi belə həyatınızda. Nə yaxşı ki, bu gün siz oldu da, savab oldu. Deməli, savab oldu, düşdü. Afsanata düşdü. İndi yox, mən başqa şey fikirləşirəm. Deməli, başqa mən çox danışıram sizin videolarda, izləyicilərimiz yazır ki, aparıcı çox danışır. Mən belə bir şey deyim ki, onda mən bilmədiyim başqa döngülər də var axı. Əlbəttə. Digər döngülər üçün də seanslar var və onu düzəltmək mümkündür. Misal, gəlin xəstəlik üzrə bir seans eləyək. Deyək ki, bir insanın harasısa ağrıyır, hansısa nahiyəsi. O özünə necə bir seans eləyə bilər ki, düzəlsin və rahatlasın. Tamam. Vardı sizdə hal-hazırda bir problem? Belə var, hə. Hansı nahiyədədir? Demək istəyirsiniz? Qadın orqanlarla bağlıdır. Tamam. Eləyək bunda? İstəyirsiniz eləyək. Çox rahat, narahat olmayın. Fürsət varkən eləyək. Fürsət var, hazır buradayam. Hazır burada. Üz-üzə oturmusunuz. Bəli. Yaxşı. İndi dərin bir nəfəs al ver. Zehnini, bədənini rahatlat. Tam boş burax özünü. İndi düşün. Hal-hazırki olan bu xəstəlik sənə nə öyrədir, nə dərs verir? Ay, siz məndən bunu soruşmayın. Misal, bir çox dərs öyrədə bilər sənə. Bəli. Hansı dərslər öyrədir? Uzun illər özümün fərqində olmamağımı öyrədir. 1. Uzun illər özümü atlatmağımı öyrədir. 2. Uzun illər öz istəklərimi deməməyi, qəlbimin səsinə qulaq asmamağı öyrədir. 3. Yəni qısaca özünü unutduğunun siqnalını verir sənə. Tam olaraq. Ki, Aytən, yaxşıdır, özünü unutma, dön özünə. Bəli. Tamam. Siz indi biz bu üçünü düzəltsək, xəstəlik düzələr ya yox? Düzələr. Düzəltsək, düzələr. Şuur altı sənə siqnal verir ki, biraz da özünə zaman, diqqət, dəyər ayır. Çünki çox fəda eləyirsən ayrı yerlərə. Çünki həkimlər belə, yəni buna görə səbəb soruşanda onlar deyir ki, bunun bir səbəbi yoxdur. Psixosomatikdir də, yəni bəli, yəni özünlə bağlıdır, psixolojikdir. Bu da havadan da ola bilər, dağdan da olar, yeməyindən də olar. Yəni konkret demir ki, bu belə olduğu üçün bu belə olub. Gəl indi bunu düzəldik. İndi deyək ki, izləyicilər də özünə sual verdi. Dedi ki, bu xəstəlik mənə nə öyrədir? Biri dedi ki, mənə Allaha yaxınlaşdırır. Biri deyəcək ki, mənə dərs verir ki, özümə zaman ayırım. Biri deyəcək ki, mənə dərs verir ki, sağlam yaşayım və s. Bu inancları tapdıq. İndi sual verirəm. Yenə özünüzə sual verirsən. Deyirsən ki, mən özümə zaman ayırsam, artıq özüm üçün yaşasam, ən pis nə ola bilər? İndi cavabla o sualı. Əslində görək nə qorxular çıxır üzə. Əslində mən həm çalışdığım bir xanım olduğum üçün övladlarıma yetərincə vaxt ayıra bilmədiyimlə özümü qınayıram.
Yəni sənin üçün özünə zaman ayırmaq, özünü qınamaq və özünü günahlandırmaqdır. Bəli, çünki özümə ayıracağım zamanı Bəli. övladlarıma ayırmalıyam axı. Çünki onların mənim qayğıma, sevgimə ehtiyacları var. Aha, yaxşı. Deyək ki, özünə zaman ayırdın, övladlarına ayıra bilmədin və özünü günahlandırdın. Sonra nə olar əmisi? Öz günahlandırmadan sonra ən kötü, ən pis nə ola bilər? Qorxum odur ki, övladlarımın tərbiyəsi ilə ciddi məşğul ola bilmərəm və onların həyatlarına bilmədən zərər vurmuş ola bilərəm. Elə olsa özünü necə hiss eləyərsən ən pis halda? Çox günahkar hiss eləyərəm və Hara fırlasaq günahkar gəlir. yəni Yaxşı Aytən xanım, bu özünü günahlandırma hissini yenə qayıdırıq əvvələ. Hər zaman əvvələ qayıdın, yaxşımı? İlk harda yaşamısan? Bu kim səni günahlandırdı uşaqlıqda? Bu günahlandırma hissinin banisi kimdir, yaradıcısı kimdir, harda oldu, niyə oldu, necə yarandı səndə bu hiss? Demək istəmirsənsə demə təbii ki, əgər zorlanırsansa. çox gənc dayım oğlu var idi. Aha. O çox da yaraşıqlı, hündürboy, yaşıl göz. Anası, mənim dayım onların yanında ola bilməmişdi uzun illər boyunca. Anası çox çalışırdı ki, 3 uşağı böyütsün, onların qidalarını, məktəblərini və s. təmin etsin. Və anasının işdə olan vaxtlarında övladının bəzi xoşa gəlməz bir insanlara qoşulması, daha sonra da o uşağın həyatının tələf olması, bir ananın fəryadının gördüyüm an belə bir qorxu yaşadım. Həkk olundu yaddaşına. Bəli, çünki Aha. onu son mənzilə yola salanda o anası öləcəyini bilsə də öz dərmanlarını içmirdi. Öz canına qəsd edirdi ki, mən üzr istəyirəm, yəni işlədim, amma çalışdım, qaçdım, sənə baxa bilmədim. Yaxşı. İndi tapdıq ki, öz günahlandırma və onun da harda yarandığını gördünüz. Ağrılı bir travmaymış əslində bu. Duyğular da üzə çıxdı. İndi çox gözəl, bu şəfalanmadır. Bundan qürur duymalısan. İndi öz günahlandırmanı ləğv etməliyik. Əgər bu olsa, hər zaman özünü günahlandıracaq durumlar səni tapacaq, hadisələr. Aha, Olar dəyişək. tamam. Tamam. İndi nə edirsən? Deyirsən ki, hər şeyin yaradanı, Hər şeyi yaradanım. özündə olan Özündə olan günahlandırma hisslərini günahlandırma hisslərini ləğv edirəm. ləğv edirəm. Mən dəyərli olmağa layiqəm. Mən dəyərli olmağa layiqəm. Mən sevilməyə layiqəm. Mən sevilməyə layiqəm. Mən rahat olmağa layiqəm. Mən rahat olmağa layiqəm. Bu gündən Bu gündən özümü seçirəm, özümü seçirəm, özümə dəyər verirəm özümə dəyər verirəm və mərkəzə özümü qoyuram. və mərkəzə özümü qoyuram. Mən rahatam və azadam. Mən rahatam və azadam. Təşəkkür edirəm. Təşəkkür edirəm. Oldu. Oldu. Şifa olsun. Sağ ol. Ay. Biraz təsirli oldu. Üzürü say. Ağlatmaq istəməmişdim deyir hocam deyir. Əziz Sağlam Həyat kanalının izləyiciləri, 7 iyun 2026-cı ildə Nizami Kinoteatrının əsas zalında keçiriləcək Karmik Səyahət 3 adlı təlimimizə sizləri dəvət edirəm. Qeyd etmək istəyirəm ki, təlimçilərimizin ödənişsiz seansları olacaq. Bütün gələn iştirakçıların ödənişsiz seminarı hədiyyə olaraq qazanmaq şansı yaranacaq. Bu şansı əldən verməməkdən ötürü, oradakı möhtəşəm aura və enerjiləri qaçırmamaqdan ötürü hər birinizi tədbirimizdə gözləyirəm. Çox sağ olun Murad bəy. Əslində həmişə orada bir tərəfim məni çəkirdi. Mən başa düşə bilmirdim ki, nə üçün onlar məni çəkirdi. Şəfa olsun, bu kök inanclardır. Ona görə burada indi insanlar özünə həmin sualları verərək ki, izah elədim. Bir problem varsa ən pis nə olar sualı ver
və yaxud bir nüans varsa, de ki, mən bunu ilk harda yaşamışam. Bu hissi ilk yaşadığın yerə getdiyin anda, məsəl bu günahlandırma idi. Onu oradan sildiyin anda artıq burada döngü bitəcək. Məsələn, biz seanslarda daha dərinə yenib, daha uzun vadeli işləyirik. İndi evdə rahat praktik eləmək üçün bu ən idealıdır da sunuram. Bundan o tərəfə rahat bir şey yoxdur ki, sunan deyəm edə. Çox düz buyurursunuz. Mən Sağ burada olun. bir çox incə bir xətt var burada. Mən istəyərəm izləyicilərimiz bu incə bir xətti tutsunlar öz həyatlarında. Siz dediniz, mən indi fərqinə vardım. Misal. Bu mövzunu yox, mən psixoloqla çalışmışam, bir başqa mövzunu, bilirsiniz nə idi? Deməli, mən deyirdim ki, o mənə dedi ki, nədən qorxursan, nədən narahatsan? Mən dedim ki, mən çataram 60 yaşıma, baxaram ki, övladlarıma düzgün tərbiyə verməmişəm. Mən ondan bunu işləmişəm. Amma əslində blokaj qalıb. Amma blokum başqa yerdəymiş. Əlbəttə. Bu dediyim texnika Tetrailingin ən son versiyasıdır da, belə deyək, son model bir psixologiyada bir sferadır. Burada bir psixoloq deyək özgüvən üzrə seans eləmir, 10 seansa gedir çatırsa, burada biz bunu düzəldirik 10 dəqiqəyə. Özün özünə eləyirsən, mən də yox. Yəni izləyənlər siz. Özün özünə 10 dəqiqəyə düzəldə bilərsən. Hal-hazırda o kök inanc bitdi. Ta məsuliyyət alma döngün bitdi. Təbrik eləyirəm. Və özünü günahlandırma döngün də bitdi. Artıq rahatsan o cəhətdən. Əgər ayrı bir döngü varsa, onları da eləyə bilərik. İndi biz səni nə üzrə eləmişdik? Xəstəlik. Artıq o xəstəlik görəcəksən ki, yox olur və bu videonun qarşısında mərs də dura bilər. Yəni gedib 1-2 ay sonra yoxlanın, görəcəksiniz ki, tam sağlamsınız. Niyə? Öz günahlandırma yoxdur. Artıq özünü sevmək və dəyər vermək var. Şuur altına siqnal gedir ki, biz bu xəstəliyi götürək, ta buna ehtiyac yoxdur. İndi sizə sual verirəm. Bu xəstəlik indi sizə nə öyrədir? Bilirsən ki, özünü sevirsən, dəyər verirsən. Hə, doğrudan. Öyrədəcək bir şey qalmayanda döngü bitir də bizdə. Həyat da belədir. Bir oğlan bir qızı sevir. O qız buna ağrı və acı yaşadırsa, o oğlanın oradan öyrənməsi lazım olacaq bir ilahi dərs var. Əgər o dərs bitdisə, yəni biz o dərsi bağlayırıq da seansda. Bu dərsini aldı ki, artıq mən oğlan deyir də, çox fədakar olmayacağam, belə olacağam, belə olacağam. O dərs aldığı anda o qız çıxır həyatından və ya birləşirlər. Ta dərs bitdi. İndi sizdə də alacağınız dərs bitdi deyə, ta şuur altı başa düşür ki, bu xəstəliyə ehtiyac yoxdur. Ta bu başa düşdü demək. Başa düşdü. Farkına vardı. Hər kəsin iç səsinə əslində dinləsəm, iç səsi qorxusunu ona deyir. Fısıldayır asta səslə belə. Fısıldayır. Bəli. Amma biz onu bastırırıq. Psixoloqa gedəndə onu demirik. Ayrı şeylərdir. Tetaya bir mentorla da belə deyim, çalışanda biz onu demirik. Biz tamam başqa görünən məsələlərin üzərindən gedirik. Bəli. Əslində alt səbəblərdir. Bir proqram işləyir orada və o həyatı başlayır məhv eləməyə. Hər dəfə eyni döngüləri gətirir. İndi onu yox eləyirdik burada. Əslində bir şey dərin mövzudur axı. Hər kəsin qarşısında belə necə deyim də, bu yerə gedə bilmirsən. Düzdür. Hər müəllimlə də bu alınmır. Düzdür. Ona görə çox incə məqamdır ya bu. Bunu hər adam da tuta bilməz. Mən belə görürəm bunu çünki. İndi ayrı bir mövzu seçin eləyim. Nə istəyirsiniz? Mən də qorxuram. Düzəldirik, şəfalanırsınız. Nə istəsəz seçin, farq etmir mənə. İstədiyiniz mövzuda. Məsələn, mənim bildiyim bir məsələ var. Onu prosta burada demək istəmirəm. Tamam, başqa bir şey gətirəm. Onu bir dəfə sizlə işləyim onda. Bir manifest də deyə bilərsən və ya bir problem də deyə bilərsən. Nə istəyirsə deyin rahatlıqla. Tamam, bir dənə də karyeradan deyim onda. Deyin. Aha. Karyeramda mən düşünmüşdüm ki, belə bir egoya girmişdim ki, mən artıq özümü tanıyıram. Mən əsəbləşmək artıq çox da əldə asan deyil. Sevgi, huzur, sağlıq, məsəl üçün gündəlik 10 kilometrmi gedən, yoqamı eləyən, nəfəs texnikalarımı eləyən, huzurda, sağlıqda yaşayan, misal həqiqətən pulun fikrini çəkməyən, pulun özü gəlişinə görən, müşahidə eləyən, əsəbin nədən yarandığını görən, alt səbəbini görən belə bir müşahidə eləyirdim. İş məni elə yerə gətirdi ki, 8 il bundan qabaq ayrıldığım işdən təzədən dəvət aldım.
dedilər, gəl. Mən oradan çıxmağıma səbəb bu qədər dəyişmişdim əslində. Oradan çıxmasaydım bu qədər dəyişməyəcəm. Yəni mən belə olmayacaqdım. İndiki aytan olmayacaq. İndiki aytan olmayacaqdı. Aha. Dedim tamam, gedim, niyə də yox, bunu bir təklif kimi dəyərləndirdim. Həm də burada maddi bir vəziyyət də var. Maddi vəziyyəti də qoyuram kənara. Burada özümün daha yaxşı versiyamı yaratmağıma bunlar mənə təkan olacaqlar. Çünki böyük bir kampaniyadır. Dedim tamam. İndi özümü müşahidə edirəm ki, mən əsəbləşirəm. Mən hirslənirəm. Aha. Bəzən beynimdə adama cavab verirəm. Halbuki belə deyildim də. Yəni. Əvvəlki aytan mı ortaya çıxır yenidən? Hə, indi məndəki köhnə aytan elə bir ki gəlir, mən baxıram, sonra özümə qayıdıram. Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün, kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçünsə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. O gün bir rəfiqəm mənə zəng elədi ki, təcili gəlməlisən. Getmişəm yanına, deyir ki, çox üzr istəyirəm, kişi enerjisindən çalışma, uduzacaqsan. Bilmirəm nə var, nə yoxdur. Oturub mən sadəcə, mən hiss edirəm deyir səni. Xahiş edirəm kişi enerjisindən işləmə, qadın enerjisinə keç. İtirəcəksən. Deyirəm, sən nə bilirsən nələr baş verir də. Mən görürəm deyir, mən səndən içimdə danışıram deyir. Sən bu deyilsən. Başa düşdüm. Çox maraqlıdır. İstəyin nədir bu mövzuda? Bax, istəyim budur ki, Mən bildim, sadəcə istəyim öz dilindən eşidək. Tamam. İstəyim budur ki, mən qıraqdan müşahidə edəndə bu cür görmürdüm. İçinə girmişəm, başqa cür oluram. İndi nə hiss edirəm? Hiss etdiyimi deyim sizə. Çox üzr istəyirəm, belə bir ifadə işlədəcəm. Ağa qaranı tökmək çox asandır. Amma qaranı ağ eləmək çətindir. Doğrudur. Elə bir yerə düşmüşəm ki, burada ideologiya başqa ideologiyadır. Mənim dediklərim yuxu, mif, nağıl kimi gəlir. Mənim yaşadıqlarım, etdiklərim belə necə ola bilər də, yəni inamsız. Dediyim sözə 3 dəfə fikirləşdilər, düz deyir, səhv deyir, əyri deyir də. Mənə və mən başa düşürəm ki, məni qəbullanmırlar. Məni şəxsiyyət olaraq deyil də, işimi. Yəni indi mən tuta bilmirəm ki, mən necə rəftar eləməliyəm. Okay. İndi mövzunu mən sadələşdirim. Asanlaşdıraq hər şeyi. Peyğəmbər nə deyir? Deyir, çətinləşdirməyin, asanlaşdırın. Aytan xanım, bu mövzuda deyək nə problem olursa olsun da, elə bir ayrı biri sizə belə bir problem danışdı və ya siz özünüz danışdınız. Burada çox basit, çox sadə bir nüans var. Bu yaşadıqlarında Aytan xanım nə hiss keçirir? Bir dənə hissin adını de mənə, duyğunun adını. Məncə hələ öyrənməkdir. Yox, bu hiss deyil. Duyğu. Duyğu. Duyğunun adını siz inansız mən hələ hisslərimi burada necə deyim sizə, aydınlaşdıra bilmirəm. Aydınlaşdırmaq üçün verirəm sualı. Ən önəmli şey bu terapiya sistemində nə hiss keçirdiyini aydınlaşdırmaqdır. Nə hiss keçirirsən? Dəyərsizmi hiss eləyirsən? Lazımsızmı hiss eləyirsən özünü ortamda? Boşmu hiss eləyirsən? Aşırımı dəyərli hiss eləyirsən? Əslində aşırı dəyərli hiss edirəm. Aha, neqativ nə hiss eləyirsən? Aşırı dəyərli hiss etdiyim üçün təzyiq hiss edirəm. Təzyiq hiss eləyirsən. Yaxşı. Bu hissi daha əvvəllərdə yaşamışdın. Nə hiss yaşamısansa özü çox sadədir. Sual versən. Bu duyğunu daha öncə harda yaşadın? Get daha kiçik yaşları var. Daha əvvəl harda aşırı dəyər hiss eləyirdin, amma təzyiq çoxalmışdı? Məktəbdə, məhəllədə, evdə, ailədə
Aytəni uşaqlıqda kim daha dəyərli olsun deyə daha çox təzyiq eləyirdi. Sıxışdırırdı bir növ. Məktəb ola bilər. Məktəbdə çünki müəllimələr də mənim xətrimi çox istəyirdilər. Məktəbdə müəllimələr xətrimi çox istəyirdilər. Uşaqlar təzyiq eləyirdilər. Gördün? Eyni döngüdür. Burada da ola bilsin ki, şirkət rəhbəri səni çox istəyir, amma oradakı işçilər təzyiq eləyir. Hə. Eyni döngüdür. Eyni döngü. Gördünüz? Saniyələr içində çözə bilir. Yaxşı, onda mənim həyatımda bu qədər döngü var. Yəni hal-hazırda o kampaniyadan çıx, get gir Google-da, Apple-da işlə, yenə eyni döngü olacaq. Çünki bu döngüdür. Bunu tapmaq üçün hansı sualı veririk? İndi hiss elədiyim hissi daha əvvəl harda yaşamışdım? İndi gözünü yum. Zəhmət olmasa. Dərin bir nəfəs al, ver. Aferin. İndi getdik həmin Aytənin yanına. Tamam. Bu döngünü bitirmək üçün orada ona nə lazımdır? Nə etsə də bu təzyiq olmayacaq. Hər halıyla dəyərli olacaq. Da baskı olmadan dəyərli olacaq. Sinif yoldaşlarımla da münasibətimi yaxşı saxlamalıyam. Aha. Amma sizcə mənim günahım var idi, misal üçün? Spiritual sahədə günah, savab elə şeylər yoxdur. Tamam. Düz və səhv də yoxdur. Təcrübə var. Tamam. Yəni nə etsən, artıq sən dəyər görəsən, amma baskısız, təzyiqsiz dəyər görəsən. Əslində misal sinif yoldaşlarımı da qaldırsam, onlardan da dəyər görə bilərəm. Ay sağ ol. Baskı da olmaya bilər. Bəli. Çünki artıq onlara da yatırım eləyirsən. Bəli. Yəni mənəvi dəyər yükləyirsən. Bəli, bəli. İnkişaf elətdirirsən. Yəni əslində müəllimə məni tərifləyirsə, bu tərifə tək mən yox, həm də sinif yoldaşlarım da layiqdir desəm, Bəli. Nə paxıllıq olacaq? Ay sağ ol. Nə Ay, küçüklük başa olacaq, nə də nə yəni şiş yanacaq, nə də kebab. Tapdın cavabı. Çox maraqlı, çox maraqlı. Onda mən Sən iş yoldaşlarına da öyrət və onlara da dəstək ol. Əslində edirəm. Yəni artıq başlamışam. Yəni elətdiyini onlara göstər. Mənə demək ki, onlara de. Bəlkə onlar görmür. Bəlkə siz Murad bəyə, sizi yolda, küçədə biri tapır, deyir ki, mən Murad bəy yaxşı adamdır, siz tərifləyirsiniz. Murad bilmir axı. Gərək Murada deyəsən. Ki, ay Murad, bax səni 10 nəfər soruşdu. Onlar səndən seans almaq istəyirlər. Mən səni təriflədim. Murad da bilsin ki, sən Murada dəyər verirsən. Özlərinə. Ola bilər ki, sən onları inkişaf etdirmək üçün nələr istəyirsən, amma bunu onlara demirsən deyə onlar da başa düşmür. Murad bəy, mənim suallarıma cavab aldım. Siz şifalandınız. Mən doğrudan Qaldı dedim. 10 milyon. Gerdə qalan 10 milyonumuz var. Allah Ay, yar olsun. mən başa düşdüm. Bu həqiqətən də bu qəlbdə gələn o incə səsin cavablarıdır ya. Evet. Yəni bu insanın özünə etiraf etməyə çəkindiyi sualların cavabıdır Əlbəttə. əslində. Bu necə olur? O doğru sualları veririk deyə beynin susur. Bax səhərdən beynin susdu və fokuslandı həmin nöqtəyə. Ona görə tapa bildin. Yəni Aytən üçün artıq hər şey dayandı. Sadəcə o ana getdi, məktəblə şirkəti birləşdirdi. Doğru. Onun üçün də doğru sualı vermək lazımdır. Ona görə Albert Einstein belə bir söz deyir. Deyir, çox danışan və ya bilgili danışan dahi deyil. Ən doğru sualı verən dahidir. Dünyadakı hər şey nə ilə başlayıb? Doğru sualla. Misal, necə eləyim səsim ucadan gəlsin? Mikrofon icad olunub. Necə eləyim göylərə qalxım? Təyyarə icad olunub. Necə olum sürətlə gedim? Avtomobil icad olunub. Hamısı bir sualla yaranıb da. Bilgi ilə yaranmayıb ki. Tamam. Doğru sual hər şeyin açarıdır. Hər şey aça bilər. Doğru sual nədir? Hal-hazırki problemdə özümü necə hiss eləyirəm? Bunu, bu hissi daha əvvəl harda yaşamışdım? Həmin ana gedir və baxır ki, orada yaşayıb. Tutalım, orada özümü necə hiss elədim? Günahkar. İndi mənfidirsə, sizdə indi müsbət gəldi də, dəyərli idi. Mənfi bir şey gəlsə, özünə sual verir. Misal, mən artıq özümü günahkar görməsəm, əmisi nə olar? Mən artıq özümü dəyərsiz görməsəm, əmisi nə olar? Özümü yəni dəyərli görməliyəm də. Dəyərli görsəm, göylə gedərəm. İnsanlar deyər ki, bu eqoludur, təkəbbürlüdür, uzaqlaşarlar, tək qalaram, o olar, bu olar. Ən sonunda çarəsiz qalaram. Bu hissarda yaşamışdım uşaqlıqda. Baxdıq ki, bu adam üçün özgüvənli olmaq bərabərdir tək qalmaq və ya çarəsiz qalmaq. Şuur altı qoyar ki, özgüvənli olsun. Yox. Çünki sonunu təkliyə bağlayıb. O təklik inancını da deyək çıxarmaq üçün özündən deyir, gözünü yumur,
və deyir: "Hər şeyin yaradanı, təklik inancını ləğv etməyi niyyət edirəm. Bu inancın yerinə rahat olmağı, huzurlu olmağı, özgüvənli olaraq da sevilməyi niyyət edirəm." Təşəkkür edirəm. Oldu. Vəssalam. Bu da necə olur? Həyat seçimlərdən ibarət olduğu üçün o özgüvənli olaraq da dəyərli olmağı seçdi artıq o anda. Biz nəyi seçim etsək onu yaşayırıq hər zaman. 7 iyun tarixində Sağlam Həyat kollektivi ilə birgə təlimimiz olacaqdır. Bu təlimdə mən Murad Quluzadə iştirak edəcəm. Təlimdə manipulyasiya mövzusundan çıxış edəcəm. Əgər siz də bu möhtəşəm təlimə qoşulmaq istəyirsinizsə, aşağıdakı nömrələrlə əlaqə saxlayın və tələsin. Çünki yerlər məhduddur. Murad bəy. Mən bilmirəm nə deyim. Əslində mən hər dönəmimdə düşünürdüm ki, mən tamamlamışam. Artıq yoxdur. Yox, məndə heç nə yoxdur ki, mən yaxşıyam, huzurluyam, rahatam. Hər şey yaxşıdır. Amma bu belə deyil. Hər dönəmdə bir dərs var. Hər dönəmə uyğun dərslərin ayrı-ayrı gəlir sənin. Və sən bunlardan çıxdıqca yəni bir dəfə belə deyim də, dairəni bir dəfə vurmaqla bitirmirsən. Hər dəfə dairə vurmalısan. Buna aid bir misal çəkim. Bu belə bir şeydir. Yəni əgər bir insanın həyatında bir döngü varsa, o maddi və mənəvi inkişaf etməsi o demək deyil ki, döngü bitib. Yəni tutalım. Nümunə gətirirəm. Zaurdur. Zaurun həyatında uşaqlıqda belə bir şey var ki, neynəsə tərs gedir. Bu bir döngüdür, uşaqlıqdan gəlir. Uşaqlıqda velosiped sürürdü, sepi çıxırdı, təkəri partlayırdı, tərs gedirdi. İndi də ola bilər ki, o bir Rolls-Royce sürür, Ferrari sürür, onun təkəri partlayır. Nə olsun ki, inkişaf eləyib? Eyni döngüdür də. Doğru. Yəni, sənin uşaqlıqda, mənim uşaqlıqda, məktəbdə gördüyüm dəyərsizliklə şu an milyard dollarlıq şirkət işlədib, orada gördüyüm dəyərsizlik duyğu olaraq eynidir. Sadəcə məkan dəyişib. Burada 100.000 dollarlıq kresloda otururdum, orada 100 manatlıq partada otururdum da deyək, stol arxasında. Yəni bunu maddi və inkişafla ölçməyin. Döngüdür. Hər vəziyyətində səninlə. Bəli, bir qız bəzən bunu görə bilmir. Məsələn, uşaqlıqda əgər o yetərli ata sevgisi almayıb və döngü varsa həyatında o sevgiyə aid, ola bilər ki, ən bahalı villada yaşayır. Amma yenə eyni sevgisizlikdir. Duyğu eyni duyğudur. Sadəcə məkan dəyişib. Orada sadə bir evdə yaşayırdı, burada lüks bir həyatda yaşayır, amma duyğu eynidir nəticə etibarilə. Aha, Murad bəy, bunu dediniz, ağlıma bir real deməli bir hadisə gəldi. Bir dəfə görüşdəydik. Yenə verilişdən məni tanımışdılar. Belə bir sual ünvanım. Çox gözəl ana idi, çox da gözəl qız övladı var idi. Ana o qədər narahat idi da. Mən onlarla keçirdiyim saat yarımda mən başa düşdüm ki, bu ana öz qızını istəyir ki, ailə qursun. Qız da ailə qurmur, heç kəsi bəyənmir. Ana o qədər təşviş, o qədər. Mən deyirəm ki, sənin kukladan gözəl qızın var da. Sən niyə üçün bu qədər narahatsan ki, sənin qızın ailə qursun da? Odur ki, yox, mən elə istəyirəm mənim qızım ailə qursun. Baxın, indi bu ananın bu enerjisi, bu qızın həyatına necə təsir edə bilər, edir, etmir? Yəni burada proses nədir? Burada proses odur ki, ana bir inanca sahibdir. Qızının evlənməsi üçün də yəqin ki, ona görə tez evlənməlidir qız. Ona görə elə eləyir. Qızın da ayrı bir şuuraltı inancı var. Əgər qız anaya qarşı gəlirsə, ana özünə tez sual, bir problem oldu, özünə sual ver. Mən burada nə hiss eləyirəm? Sayılmamaq. Qızım saymır da məni, evlənmir. Bu sayğısızlığı, sayılmama hissini ilk harda yaşamışdım? Gedir uşaqlığa, baxır ki, misal orada özündən balaca olan bacısı bunu saymırdı. Qardaşı saymırdı. Nə deyirlər, ciddiyə almırdı. Döngü oradan başlayır. Sayılmamağı ləğv etməlidir. Onun yerinə sayğı görmək, dəyər görmək və o xəyal eləməlidir ki, oradakı o oğlan, qız, qardaşı, bacısı ona sayğı duyur. Sonra indiki anda düzələcək o. Orada düzəlməsə, burada düzəlmir. Mütləq o uşaqlığa qayıdıb düzəlib, bir də bura qayıtmalıyıq. Yəni onda ana öz övladı, amma ana bu təzyiqlə qızın həyatına başqa necəsə təsir eləyir, yoxsa? Ana başa düşmür ki, özü ilə müharibə aparır. Ana özünü düzəltdiyi an qız özü razılaşacaq.
Hə, yəni ana onda özündən çalışsın. Yəni ana məsələ qızda deyil. Qızı Leyla yox, Fatimə də olsaydı eyni döngü olacaqdı onda. Problem ananın zihnindədir, yəni. Yaxşı, Murad bəy, bu məsələdə məsəl üçün qadınlar daha çox danışandılar, daha çox fikirlərini ifadə edirlər. Mən bilmək istəyirəm ki, bəylər necə olur? Bəylərdə də eyni bizdəki kimi olur, yoxsa onlarda daha dərin, daha ağır? Bizdəki seanslar 60-ın 40-adır. 60% xanımlar, hardasa 40% kişilərdir. Kişilərdə də olur problemlər. Kişilər qadınlara nəzərən daha dayazdır travmaları. Çünki çox şey travma kimi görmürlər də. Yəni çox uzun illərə getməyə ehtiyac yoxdur. Yəni belə düşün də, biri sənə gəlib desə ki, ey sən çəkil qırağa, bu səndə travma yarada bilər bir qadında. Özünü dəyərsiz hiss eləyir, lazımsız hiss eləyir. Kişinin vecinə deyil axı. Yəni sən çoxu bir-birini söyür də, yəni kişilər arasında və ya bir-birlərindən şit zarafatlar eləyənlər də var deyə, kişi daha tez qırılıb inciyir deyə, qadına nəzərən travması az olur, amma olanda da dərin olur. Olanda dərin. Aha. Yəni həqiqi ciddi bir travmadır da artıq bu. Nə cür bir cinayət görübsə, nə cür bir travma alıbsa artıq real bir travmadır. Əgər bu travmanı işləmədiyi halda bu genetika keçib daha sonrakı nəsillərə gedə bilir, yoxsa elə adamın özündən qalır, özündən də gedir? Baxın, bizim sistemdə belədir. Normal bir psixoloq sizin bir inanc səviyyənizdən işləyir. Yəni necə? Aytan xanım gedir bir psixoloqa, Aytan xanım maddiyyat üzrə bir seans alır və ya özgüvənli olmaq üzrə. Bir psixoloq 0-6 yaşla işləyir. Yəni şuur altı proqramla. Bizim Tetailing sistemində 4 inanc səviyyəsi vardı. Bir özmənlik gedir, 0-6 yaş, genetik, keçmiş və ruhsal. Yəni ola bilər ki, pul haqqında və ya özgüvənsizlik haqqında bir inanc uşaqlıqda almamısan bu travmanı. Bu travmanı almısan genetik. Bəlkə anavın anası da belə olub. Hə. Elə adam var, nəsillikcə evlilik proqramları var, alınmır. Elə adam var, nəsillikcə qıtlıq var. Elə adam var, nəsillikcə karmadır, döngüdür. Bunun da həyatı pis keçir, oğlunun da, onun xəstəlik də, bəli. Bu genetikdir. Gərək indi bir psixoloq onu 0-6 yaşdan çıxarır, axı genetik qalır. Biz Tetailingdə genetikdən də çıxarırıq ki, garantiya alaq. Əlavə olaraq ola bilər ki, bu sənin keçmiş həyatlardan gətirdiyin inanclardır. Bundan qabaq biz həyat yaşayırıq axı, bir neçə həyatda, paralel həyatlar. Keçmiş həyatda Aytən sevgidən xəyanət görübsə, deyək ki, indi Fuad heç nə eləməsə də Aytən onu günahlandıra bilər ki, sən mənə xəyanət eləyirsən. Niyə? Çünki keçmiş həyatdan gətirir. Amma biz bunu bilmirik də, yəni Bəli. inancımı bilmirəm axı nədən. Amma bu inanc var da ortada. Sən bundan qorxursan. Real deyirsən ki, mən xəyanətdən qorxuram, qısqancam. Amma real həyatda heç kim səni aldatmayıb, heç kim sənə xəyanət etməyib. 0-6 yaşda belə bir şey yaşamamısan, bu demək keçmiş həyatdır. Aha. Ya genetikdir, ya keçmişdir və ruhsal inanc səviyyəmiz vardır. Bizim ruhumuz çox qədimdir, uludur, böyükdür. Ruhumuzda inanclar olur. Bu ruhumuzda olan inanclar bu həyata yansıyır. Misal, deyək ki, bir insanın ruhu ustad ruhdur da, 4-cü varoluş səviyyəsindədirsə, o insanları tanıya bilərsiniz. Onlar biraz tərki dünya yaşayırlar. Bəlkə də qohumlarında da var belə bir adam, tanışlarında. Belə geyim keçimlərinə heç önəm vermirlər, çox sadə yaşayırlar, aşırı mərhəmətlidirlər və dünyanı elə bir boşlayıblar da. Öz dünyaları var, amma çox yaxşı insanlar. Özləri üçün yaşayırlar. Bax, fikir versən, elə bir dərvişdir o. Hə. Aha. O ruh həqiqətən dərvişdir. Keçmiş həyatda sufi olub, hurufi elə adamlar da olar, ustad ruhlardır. Enkarnə olublar bura, yenidən təcrübə eləyirlər. Hansısa dərsi almaq üçün. Bu da ruhumuzda olan inanclardır. Yəni deyirəm ki, əslində bizim işimiz çox çətindir. Biz bilmirik ki, hardan nə gəlibdi də, amma hamısını özümüzdən daşıyırıq. Bəli. Yəni belə düşünün. Şu an Murad sizlə danışır. Muradın ruhu əgər ustad ruhdursa, bütün bu bilgilər aşkardır Muradda. Misal, mən bir bilgini oxuyuram, öyrənirəm və ya bir şəfalandırma prosesini. Görürsüz bu necə axıcı gedir? Hə. Çünki bunu bilgi ilə eləmirəm, ruhumla eləyirəm. Çünki mənim ruhum elə şəfacıdır. Yəni keçmişdən gələn şəfacıdır. Aha. Yəni biz bu proqram olsun, nə vaxt istəyirsiniz gecə 3-də məni qaldırın. Mən sizə belə rahatlıqla seans eləyəcəm. Yəni bu sizdə var artıq. Bu mənim təcrübəm deyil və ya bilgi deyil, bu mənim ruhumdur. Bəli, bəli. Bəzi insan var ki, onun ruhunda o bilgilər var. Doğru. Ruhunda hopubdu o bilgilər, onun ruhu odur. Bunu mən bənzətmə eləsəm deyərdim ki, bəzi köynəklər var ki, əynimizə biçilib amma əynimizə oturmur. Bəli.
Bəziləri də var ki, biçilməyib, amma əynimizə oturur. Bizə yaraşır. Əlbəttə. Yəni mən bunu eynən, yəni siz dediyiniz kimi mən tamamilə belə görürəm. Yəni ruhumuzda oynanslar olduğu üçün bəzən elə bir mən çox görmüşəm. Baxıram bir uşaqdır. Bu uşaq texnikanı elə bilir ki, 100 mühəndis yığılsa o şeyi düzəldə bilməz də. Amma o qədər belə deyim, kəskin bir zəkası var. Elə bir texnika qurmaq, düzəltmək üçün yaradılıb bu adam. Yəni gözü yumulu bu mikrofonu düzəldə bilər. Problemini belə əlini vurub bilə bilər. Bəzən bir nəslin bir nümayəndəsi 5 nəsli qoruyub, saxlayıb, Bəli. ardınca apara bilər. Ona Məhz görə həmin ruhlar. Ay sağ ol. Ona görə biz indi TETA-da səni qarantiya almaq üçün 4-ü ilə də işləyirik. Ola bilər ki, az öncə çıxartdığımız öz günahlandırma 0-6 yaşında yox, genetik də ötürülə bilər. Keçmiş həyatdan da gətirə bilərsən, ruhsal da ola bilər. Gərək indi 4-ündən də çıxaraq ki, ta səndə qalmasın, qarantiya alaq. Ona görə biz 4 inanc səviyyəsi ilə çalışırıq. Murad bəy, bizim vaxtımız çox az qalıb. Bir dənə bu sualı da verim. Dünən özümə bu sualı Buyurun. vermişəm əslində. İndi bilirik ki, qadınlar emosional varlıqlardılar. Mütəmadi halları bunların yəni bizim dəyişə bilər. Bir ayda 100 hala da girə bilirik də biz indi. Məsələn, mən özümdən danışım. Mən beləyəm. Mən emosiyalarıma çox necə deyim, önəm verən biriyəm. Dünənlərim ürəyimdən ağlamaq gəlir. Aha. Öz-özümə soruşuram, sən niyə ağlamaq istəyirsən? Mən başa düşə bilmirəm, mən niyə ağlamaq istəyirəm. Amma mən ağlamaq istəyirəm. Bir nəyisə bəhanə gətirib ağlamaq istəyirəm. Amma başa düşmürəm ki, səbəb nədir? İndi siz deyirsiniz də, məsələn, mən bunu necə bilim ki, mən sual verdim də özümə, axtardım da çox tapa bilmədim. Məsələn, mən burada nə edə bilərəm ki, mən həqiqətən bunun bir səbəbini axtarıb tapa bilim. Burada belə bir nüans var ki, insan oğlunun ruhu sonsuzdur, limitsiz. İndi gəlirəm sizin mövzuya. Bizim ruhumuz çox sonsuzluqdan gəlib də, cənnətdən gəldiyi üçün istədiyi hər şeyi əldə eləyib. Ruhumuzu bura həbs eləyiblər. Yunus Əmrə deyir, ruhum bu bədəndə zindandadır. Bəli. Və ya Nəsimi deyir deyə məndə sığar iki cahan, mən bu cahana sığmazam. Yəni ruh sığmır da bura. Niyə? Bütün canlılara və heyvanlara bax. Bunlar iki sinifə bölünür. Ya ot yeyir, ya da ət yeyir. Aha. Və bir növ, yəni böyük bir fil, tonluq fil ancaq ot yeyir. Bəli. Və ya bir inəyi düşün, 1 ton, 2 ton olur, ancaq otdan qidalanır da, ləzzət axtarmır ki. Və ya ət yeyənlərə bax, bir balina ağzını açır, kilo ilə balıqları udur. Heç bilmir dadı nədir, suyun içində qarışır yerdə protein əvəzi. İnsan oğlu elədir? Yox. İnsan oğlu ot da yeyir, ət də yeyir, yumurta da yeyir, ləzzət də axtarır. Hətta bizə bir restoranda bir yeməyi gətirirlər. Hələ buna naz eləyib bəyənməyib, daha yaxşısını istəyirik. Aha. İnsan oğlu bir yeməyi belə doymaq üçün istəmir, zövq üçün istəyir. Çünki bizim ruhumuzda nə anlayışı var? Zövq. Zövq. Bu zövq kişilərdə və qadınlarda bölünür. Qadınlar kişilərə nəzərən daha zövqlü daxı, daha çox zövq arayışındadır. Zövq yəni həzz duyğusu da, hiss eləmək, duyğu. O həzz duyğusu tamamlanmadıqca həmin o insan başlayır elə bir zövq almamağa, zövq almamaqdan da başlayır psixoloji problemlər. Yəni psixoloji problem dəlilik mənasında yox, yəni duyğulanmaq, hormonal dəyişikliklər, müəyyən periodda başqa cür olmaq, sonra dəyişilmək, elə bir şəxsiyyət pozuntusu yaranır. Səhər gülür, axşam ağlayır, günorta özünü dəyərli hiss eləyir, axşam özünü dəyərsiz hiss eləyir. Niyə? Çünki artıq o buraxıb özünü ancaq o zövq duyğusuna. Aha. Bu zövq duyğusuna buraxdığı üçün artıq onu belə deyim də ruh idarə eləməyə başlayır. Ancaq ruh idarə eləyir. Elə bir sən ancaq qəlbinlə danışırsan. Ağıl yoxdur şu anda. Burada ağla üstünlük vermək lazım. Ona görə bunu balansa gətirməlisən. Kişilərdə də tərsidir. Ancaq ağılla gedir deyə, yəni soyuqqanlı və boş yanaşırlar da hər şeyə. Ona görə də qəlbi dinləmirlər. Ona görə qadınların kişilərə verdiyi tövsiyələr hər zaman düzdür və düz çıxır. Niyə? Çünki kişinin məntiqini qadının o hissləri tamamlayır. Amma qadına da kişinin verdiyi məsləhət düzdür. Eyni. Ola bilər ki, bir qadın aşırı şey düşünər də, melanxolik, yəni çox toz pəmbə düşünər, amma burada da bir reallıq olmalıdır, axı şuur dövrüyə girməlidir. Yəni hər ikisi balansdadır.
Nə kişi qadınsız tam ola bilər, nə də qadın kişisiz tam ola bilər. Yəni təməl olaraq hər ikisinin ruhunda bir inanclar var və o ruhuna nəzərən yaşayır. Sadəcə qadınlar sən ruhun cənnətdən gəldi, bax, eyni zövqləri istəyirsən. Eyni duyğuları, məsələn, orada bir almanı dişləyirsən, yəni ayrı boyutdur da, paralel bir dünyadır cənnət. Növbəti dəfə fərqli bir alma gəlir əlinə. Bir də. Bu niyə? Yəni sonsuzluqdan gəldiyimiz üçün bizim ruhumuz limitsizdir. Ona görə ruhumuz doymur heç nə ilə. Bax, bütün dünyanı verək sənə bu dəqiqə. Ən yuxarı hər şey, yenə nəsə istəyəsən. Çünki biz heyvanlardan fərqli olaraq biz doymaq üçün istəmirik, həzz almaq üçün istəyirik. Zövq üçün. Məsələn, yeməyə baxsaz bunu tutarsınız temasını. Murad bəy, burada Hüseyn bizə 1 dəqiqə göstərir. Mən sizə təşəkkür edirəm. Sağ olun. Əslində videonun əvvəlində deyirdi ki, necə olacaq, nə olacaq da. İndi videonun bitməsini istəmirəm mən. Nə gözəl, şəfalar olsun. Sağ olun, çox sağ olun. Çox minnətdaram. Çox təşəkkür edirəm. İzləyicilərə də, sizə də, hər birinizə minnətdaram. Hər zaman qulluğunuzdayım. Sağ olun. Sağ olun.